bəzən insanlar, baxın orada nə qədər, bu 4-cü deməli şeyə aiddir, Nazirlər Kabinetinə. Amma 5-ciyə keçəndə Qurban bəy, orada bax, bütün dövlət qurumları sadalanırdı. Baxın, 50-dən yuxarı qurumdur. Ki, bax, onlar hamısı 5-2-də gedir bu qurumların adları və s. Yəni, dövlət təhlükəsizlik xidməti dedikdə bir çox insanlarda belə bir stereotip var ki, dövlət təhlükəsizlik xidməti sanki hər kəs haqqında daşıya toplayır və onu toplamalıdır da, bu onun işidir və lazım olanda da onu işə salır. Xeyr, elə deyil. Hər bir dövlət institutunun, o cümlədən dövlət təhlükəsizlik xidməti olsun və xarici kəşfiyyat xidməti olsun, onun qanunla tənzimlənən bir səlahiyyət çərçivəsi var və fəaliyyət məkanı var ki, ondan kənara çıxa bilməz. Çünki oradan kənara çıxanda bu artıq qanunsuzluq sayılır və o kənara çıxma hallarından istifadə etdikdə isə bu artıq cinayət sayılır. Amma təsəvvür edin, bir ölkənin prezidenti fərman imzalayır ki, bütün dövlət qurumları, bütün vətəndaşlar haqqında məlumatları toplasın və dövlət təhlükəsizlik xidmətinə ötürsün. Və güya bu da vətəndaşların təhlükəsizliyinin, məlumatlarının təhlükəsizliyinin təmin olunması niyyəti güdür. İndi gəlin baxaq görək, orada hansı məlumatlardan söhbət gedir? Hər şey, demək olar ki, hər şey, ailə üzvlərinə də, insanların hərəkəti, onların yer dəyişməsi, özdə real zamanda, yəni bunlar hamısı artıq vətəndaşlardan ucdan tutma dosiye toplanılmasıdır. Və əgər deyək ki, bu fəaliyyət qanuni fəaliyyətdirsə, onda sual olunur ki, həmin fərman prezident az saytına yerləşdirildikdən 1 saat sonra niyə silinir? Niyə gizlədilir? Və burada başqa suallar da var. Niyə belə bir fəaliyyət məhz bugün üzə çıxır və bu nə ilə təhlükəlidir? Özündə hansı təhlükələri daşıyır Azərbaycan vətəndaşları üçün? Və buradan biz gəlib çıxacağıq həmin o niyyət məqsəd məsələsinə.